Salam, hörmətli izləyicilər. Əgər siz hər hansı bir idarə, müəssisə, təşkilatda çalışırsınızsa və sizə ola bilər ki, öz əsas işinizdən əlavə başqa bir boş qalmış işi də aparmaq, o icra etmək üçün başqa bir işdə tapşırılsın. Bu müddət ərzində, yəni 3 aydan artıq bu müddət davam edə bilməz. Əlavə bir işi aparmaq üçün 3 ay müddətində isə siz öz işinizdən əlavə başqa bir işi də, vəzifəni də yerinə yetirdiyiniz üçün həmin o digər işi vəzifə maaşı nə qədərsə, həmin maaşın ən azından 50%-i sizə ödənilməlidir. 3 aydan sonra isə işçinin razılığı ilə işçi ya həmin işə keçirilməli, ya da ki, yeni bir əmək müqaviləsi imzalanmalıdır, həmin vəzifələr birləşdirmək şərti ilə. Digər axırıncı bir variant isə 3 aydan sonra, başa çatdıqdan sonra həmin vəzifəyə yeni bir şəxsin təyin olunmasıdır. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.